Baxın, görün, bax, bu boyda göydələn binaların içində, bu boyda həyət nə gündədir, krisalar çıxır, nə gündə burada bir yaşamağa yerdir. Bütün bu binaları tikəndən cəmaatı allatdılar ki, düz 25 ildir ki. Buranı tikəyə gəlib sökücü ilə sökücü, bu həyət nə gündə, müsibət gündədir buralar. Sizdən artıq da xahiş edirəm, bizi də bir işıqlandırasınız. Baxın, bu da Sevil xanımın evidir. Gör neçə ilin evidir, damı uçub, nə gündə, söküntü. Göydələn binaların içərisində yaşayırıq, uşaqlar. 3 dənə uşaq burada böyüyüb, gör nə gündə. Elə bir içərini də çəksəm nə gündə, içəriyə də sökülüb töküləcək, müsibət gündə yaşayırıq burada. Bir işıqlandıran da yoxdur buranı ki, bir dənə həyət evi qalıb burada. Bax, qonşunun evidir, nə gündədir. Uçulub dağılır, sökülür, baxan yox. Görün, yenə düşür. Buralar ki, avariya vəziyyətdədir. Hər şey uçub dağılır və elə biridir. O bursa evlər də onun günündədir. Buraya gəlib bir əncam çəkmək lazımdır. Krisalar da çıxır. Aşağıdan sıçanlar çıxır, sollar çıxır. Pol çöküb, divarlar tökülür. Göydələn binaların içərisində yaşayırıq. Binalardan da nə gəldi, gəlir başımıza. Müsibət gündədir. Sınırı salxar, gidin bax. Nasıl nə gündə, cəmaat gör nə gündə yaşayır. Gör nə gündə. Bayırdan da çəkin buranı. Gör nə gündə yaşayır cəmaat, yazıq millət. Bütün qonşunun evinə, avarenli evdir. Özü iki tərəfdə qonşu yaşayır, uşaqlar yaşayır. Uçulub töküləcək cəmaatın başına krisalar çıxır. Burada mənim evimdir. Mənim 3 dənə uşaq böyütmüşəm. Damımız nə gündə uçulur, dağılır. Evlər nəmişdiklər, nə gündə. Bax, balaca evdə yaşayırıq. Baxın, görün, bu vəziyyətdə uşaq saxlamaq olar burada. Yer göy nə gündə, krisalar çıxır, nə gündədir bizim bu evlərimiz. Burada insan yaşaya bilər, nəmişdi, nə gündə. Düz 25 ildir o göydələn binalar tikilib.